Qısa CV daha çox işə dəvət almaq deməkdir. Əslində işdən işə dəyişir bu. Çünki söhbət hər hansısa bir istehsalat müəssisəsindən gedirsə, indi mən bunu danışanda yəqin ki, bir çoxlarınız biləcək söhbət hardan gedir. Bizim Heydər Əliyev prospektinin üzərində çox böyük bir istehsalat müəssisəmiz yerləşir və onlar məsələn giriş qapısının ağzına bir qutu yerləşdiriblər və bura insanlar gəlib öz gündəlik olaraq öz CV-lərini əlavə edirlər çap olunmuş formada. Baxın, orada qısa CV sözsüz ki, təqdirə layiqdir. Çünki ora gün ərzində yüzlərlə, onlarla adam CV atır və onun içərisində əgər siz hər hansısa bir fəhlə sinfinə aid olan, fiziki əmək tələb edən vakansiyaya müraciət edirsinizsə, deyək ki, ambarda hər hansısa bir yükləyici, daşıyıcı, hardasa stok qalıq sayan və s. bu adamlar üçün sizin 3-4 səhifəlik CV-niz bu və ya digər şəkildə sizin xeyrinizə işləməyəcək. Sizin maksimum orada ötürə biləcəyiniz maksimum səmimiyyətdir, maksimum loyallıqdır, həmin işə uyğun olduğunuz əmək haqqıdır, daha yaxın ərazidə yaşaya bilməyiniz və s.dir ki, bu sizin xeyrinizə işləyə bilər və burada maksimum bir səhifəlik CV sizə yetərli olacaq. Yox, əgər söhbət gedirsə hər hansısa bir administrativ ofis işindən, sözsüz ki, burada artıq CV yox, rezüme forması olmalıdır. Daha geniş formada harda işləmişəm, hansı vəzifələri yerinə yetirmişəm ki, qarşı tərəfə maksimum məlumat ötürə biləsən ki, o adam sənə telefonla zəng eləyib, ilkin qısa intervyunu keçirdib, səni intervyuya dəvət etməyə maraqlı olsun.